azad düşüncə iddiası ilə bu kişi məsələn filan kəs dinə gəlmir, mən azad düşünürəm filan. Bəzən bunu anlatmaq lazım ki, din azad düşüncəyə zidd deyil. Bəzən belə eləmək lazım deyil. Nə eləmək lazımdır? Bəzən onun özünə sübut eləmək lazımdır ki, sən yalan deyirsən, azad düşüncə sahibi deyilsən. Və sonra onun əqidəsini təhlil eləmək olar ki, bax, filan şey hansı dəlil əsasında qəbul eləmirsən. Görəcəksən, 10 dənə məsələ ortaya çıxdı ki, bu dəlilsiz, sübutsuz yapışıb onun dalınca gedir əslində. Düşüncəsi əsirdir, amma azadlıqdan dəm vurur və buna görə də dini bəyənmir. Amma seçdiyi əqidədə təlqin olunub, onu qəbul eləyib, kör-köranə. Onu təhlil elə görəcəksən, 100 dənə şeyi dəlilsiz, sübutsuz qəbul eləyib. Deyir, filan xarici televiziyada, məsələn, xəbər agentliyində belə şey dedilər. Bir nəfər danışırdı ki, İngiltərədən gəlmişdilər, gördülər, BBC-yə baxırıq. Deyir, siz hələ də bunlara inanırsınız. Biz bunlar da bəllidir, bunlar kimdir? Belə bir təsəvvür nəsə yaranıb ki, bunlar obyektivdir. Yalanı mahircəsinə çatdırırlar, yalanı. Onun texnologiyalarına bələtdilər. O qədər gözəl çatdırırlar ki, həqiqətdən ayırmaq olmur. Bu ona inanır, azad düşüncədə, onu da azad hesab edir. Başa düşmür ki, özü də bəzən başa düşmür ki, əsir olub onların sözlərinə, düşüncələrinə. Bəzi insanlar var ki, anlamaq istəmir. Mən görmüşəm belə adamlar. Bir şey aydınlaşdırırsan, şübhədir də bunda güya. Şübhə. Aydınlaşdırırsan, dərhal başqa şübhə. Dərhal başqa şübhə. Qiyamətə qədər şübhə gətirəcək, cavab verəcəksən, qane olmayacaq bu. Şübhə istehsal edir bunun vücudu. Pis adamlardır bunlar. Biri var, sualı var, aydınlaşdır. Bir də şübhə, hər şeydən şübhələnmək istəyir. İmam Zaman dövrü bilirsiniz necə bir dövr olacaq, şəffaf dövr olacaq. Cəmaət ağzını açacaq danışmağa, bilinəcək ki, kökü nədir, nə danışdırır bunu. Heç də hər şey bunun azad fikrinin məhsulu deyil. Hansısa xəstəliyi var ki, o bunu danışdırır. Mən keçən dəfə də dedim, fikir verin, Quran söz azadlığından az danışır, demək olar danışmır. Quran fikir azadlığına önəm verir. Necə eləyəsən fikrin azad olsun. Bugünkü dünyadakı qədər söz azadlığından danışmır. Bugün bilirsiniz neyirlər? Fikri xarab eləyir. Dünyada bunun texnologiyalarına malikdirlər. Düşüncəni xarab eləyir. Sonra deyir, azad fikri denən. Axı, sən fikri xarab elədin əvvəl. Sən elə bir düzən qurmusan dünyadakı. O azad düşünmək fürsəti vermir insana. Düşüncəni xarab eləyəndən sonra deyir, nə istəyirsən azad deyə bilərsən. Axı, özü idarə eləyir düşüncəni. İdarə eləyir deyə danışılan sözdən də ehtiyat eləmir. Nə danışır, danışsın. Çünki düşüncəsinin yüyəni mənim əlimdədir. Fikrini mən idarə eləyirəm. Quran ona görə söz azadlığından danışmır. Deyir, fikir azad olsa söz azadlığı asan məsələdir. İfadə azadlığı asan məsələdir. Bəzilərinə ağır gəlir fikri qəbul eləmək. Azadlıq bəhanəsi ilə fikri qəbul eləmir. Bir dənə misal deyim, Peyğəmbər oturub yanında neçə səhabə və Həzrət Əli. Birdən Peyğəmbər deyir ki, indi Cəbrail mənə nazil oldu və dedi ki, yanındakılar hamısı Əliyə belə bir salam desinlər. Desinlər, Əssəlamu aleykə ya əmirəl müminin. Əli Peyğəmbər zamanında da Həzrət Əli əleyhissalam əmirül müminin idi. Onun tərəfindən əmir təyin olunmuşdu bir çox yerlərdə. Bunu deyir, biri durur salam verir, ikincisi durur salam verir. Bunların hamısında hikmət var da, Allah tanıtdırır əvvəldən. Bir dənə qədirxumda yox, əvvəldən tanıtdırır. Say yadımdan çıxıb, axırıncı 2 nəfərə çatanda 7-8-i salam deyir, birinə növbə çatanda deyir ki, ən əmrillah, bu Allahın əmridir. İndi sizə sual verirəm, siz Allah, bu sualdır. Bu sualdır. Bu Allahın əmridir. Allah deyib buna əmirəl müminin deyə, yoxsa bu sənin istəyindir. Bu sualdır, bu yoxsa xəstəlikdir. Hər bir sual bəyəm düşüncə azadlığından qaynaqlanır. Mə yantiqu anil həva. Allah Quranda buyurur, Peyğəmbər özündən söz deməz. Özdə dili ilə deyir, Cəbrail nazil oldu mənə. Peyğəmbər onu qovmur. Bəlkə də
olmaz Peyğəmbərin əməlinə deyə qovsaydı yeri var idi, yeri olsaydı qovardı. Amma bu insana güzəşt eləyir, əslində deyir, bəli, Allahın əmridir. Güclə, zorla salam deyir. Ondan sonrakıdan növbə çatır, təzdən soruşur. Ən əmrillah, Allahın əmridir. Allahın əmridir. Bugün də belə adamlar var, güya tez qani olmur, azad düşüncəlidir. Əslində tez qani olmamağı xəstəlik səbəbindəndir. Dəlil qabağında tabi olmur.